Bax, biz indi valideyn məktəbindən danışırıq, sual veririk kitabla bağlı, kitab oxumağı təbliğ edirik hər zaman. Amma hətta elə kitablar var ki, ümumiyyətlə, onlar hətta kitab oxuyanları belə deyək, gözüm çıxdıya salırlar. Elə kitablar da var. Kitabın içərisində bu haqda danışılır. Yəni, kitab oxumaq, insanların bir fikir mübadiləsi etməsi, çərçivələrdən kənara çıxmaq. Bəli, bir araya toplanması, hətta bir gündəlik yazmağı belə orada birbaşa olmasa da dolayısıyla yola qadağan olunur. Yəni, belə kitablar da olub və bu kitablardan biri haqqında danışacağıq. Əziz tamaşaçılar, oxumağa dəyər rubrikamız olacaq və bu kitab hətta bir sıra ölkələrdə qadağan da olunub. SSR və digər bu kimi ölkələrdə qadağan da olunub. Çünki orada kütləvi toplaşmaq, insanların dediyimiz kimi fərqli düşüncələr yaratması, bir araya toplaşaraq öz fikirlərinin bir-birlə paylaşılması zamanında qadağan olunmuş kitablardan biridir. SSR kimi bir ölkədə kitabı oxuyanlar bilir, kitabın məğzini bilənlər bilir ki, o kitabın qadağan olunması SSR-də tam normaldır. Bəli. Çünki elə SSR kimi sistemlərin də əleyhinə yazılmış hardasa bir kitabdır. Eynən. Yəni, bir sistemə qarşı bir mübarizə kitabıdır bu. Bir çox insanlar hətta bu kitabı oxuyandan sonra öz həyatını, öz yaşadığı yeri sorğulamağa başlayır. Əgər bu cür təzyiqlər altında yaşayan biridirsə və insanlardırsa. Söhbət George Orwell'ın 1984 əsərindən gedir. Bir ara bum var idi, Aysel. İndi keçəcəyik, biz keçid alırıq. 2012-13 hamı George Orwell'ın 1984 və Heyvanistan əsərlərini oxuyurdu. Heyvanistanı oxumamışam, amma 1984-ü mən də oxumuşam. Bəli, kifayət qədər təsir edir insan və hər zaman o kitabı oxuyandan sonra adama elə gəlir ki, doğrudan da böyük qardaş səni izləyir hər yerdə. Belə ifadə var, Big Brother is watching you və bu ifadə məhz bu kitabdan sonra kifayət qədər paylaşılır, yayılır, memə çevrilir və bir çox filmlərdə, bir çox verilişlərdə də kifayət qədər istifadə olunur, günümüzdə də istifadə olunur. Odur ki, sözü veririk oxumağa dəyər rubrikasının bizim sevimli aparıcısına Müşid müəllimə, o daha ətraflı danışacaq. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun Müşid müəllim. Sabahınız xeyir. Ayşə xanım, Firuz bəy, çox sağ olun, yaxşıyam, sizi görməyə şadam. 5-ci gün oxumağa dəyər rubrikası. Vurğuladığınız kimi, bugün sizə George Orwell'ın məşhur 1984 kitabı haqqında danışmaq istəyirəm. Bu anti-utopik janrda yazılmış bir kitabdır. İlk dəfə 1949-cu ildə nəşr olunub və sonradan 70-dən çox dilə tərcümə olub, milyonlarla nüsxədə satılıb və doğrudan da dünya ədəbiyyatının bir incilərindən hesab olunur. Birinci sual odur ki, nəyə görə məhz 1984? Əslində, birinci dəfə bu kitabı yazanda George Orwell bu kitaba başqa ad vermək istəyirdi, Avropada sonuncu adam. Amma sonra fikirləşir ki, bu mövzulu kitaba daha maraqlı, daha bir qeyri-adi ad versə daha yaxşı olar. Adla bağlı müxtəlif fərziyyələr var, müxtəlif hətta konspirativ fərziyyələr var, müxtəlif variantlar var onlarla. Amma ən geniş yayılmışı ondan ibarətdir ki, bu kitabı George Orwell 1948-ci ildə tamamlayıb və sadəcə olaraq 48 ədədli rəqəmlərini 84 dəyişib yerini və nəticədə də bu deməli əsərin adı alınıb. Əsərdə hadisələr deməli elə 1984-cü ildə baş verir və Okeaniya adlı bir ölkədə. Bu ölkə yer kürəsinin 1/3-ni əhatə eləyir və ümumiyyətlə həmin əsərdə bir neçə güc mərkəzi var ki, onlar bir-biri ilə mübarizə aparır. Okeaniyanın qaydaları, qanunları çox sərtdir. İnsanların hüquqları məhdudlaşdırılır, şəxsi həyat demək olar ki, yoxdur. Orada böyük qardaş kultu var və hər yerdə belə plakatlar var, bayaq siz dediyiniz kimi, böyük qardaş səni izləyir, böyük qardaş səni görür. Və doğrudan da hər yerdə, küçədə, parklarda, iş yerlərində, hətta mənzillərdə belə xüsusi monitorlar var, teleekran var və total olaraq hər bir insan nəzarət altındadır. Yəni, o sərbəst olaraq heç bir iş görə bilmir. Hətta insanın fikirləri belə araşdırılır, çünki fikir polisi adından bir qurum var. Yəni, əgər böyük qardaş haqqında insan sadəcə fikirlərində bir pis şey fikirləşirsə, bu da artıq böyük bir cinayət hesab olunur və həmin o fikir polisi həmin insanı istintaqa cəlb eləyir, ondan xüsusi işlər aparır və o öz günahını bir növ boynuna alana qədər onunla iş aparır. Bu əsərdə maraqlı bir nazirliklər var, əsas nazirliklər. Onların adları ilə əməlləri tamam fərqlidir. Məsəl üçün, Sülh Nazirliyi adından bir qurum var, amma onun işi müharibə ilə bağlıdır, müharibə aparmaqla bağlıdır. Sevgi Nazirliyi əslində çox gözəl bir addır, amma Sevgi Nazirliyi əksinə insanların şəxsi həyatına qarışır, onlara bir növ cəza verir, insanların görüşməsinə mane olur.
Digər bir nazirlik var, Həqiqət Nazirliyinin işi isə yalan yaymaqdır. Faktları, tarixi faktları, qəzetlərdə, jurnallara dərc olmuş faktları saxtalaşdırmaqdan ibarətdir. Rifah Nazirliyi adlı bir qurum var. Bu da insanların rifahını yaşlılaşdırmaqdansa əksinə ərzaqları məhdudlaşdırır, keyfiyyətini aşağı salır və bu tipli işlərlə məşğuldur. Əsərin əsas qəhrəmanlarına gəldikdə isə deməli Winston Smith adlı bir kişidir və Julia adlı bir xanımdır. Onlar da bu sistemin, bu rejimin bir nümayəndələridir, üzvləridir. Lakin onlar daxildə olaraq fikirləşirlər ki, əslində bu düzgün rejim deyil. Yəni insanlar sərbəst ola bilərlər, azad ola bilərlər və onlar gizlincə görüşməyə başlayırlar. Bir-birini sevirlər və xüsusi bir yerlərdə, gizli yerlərdə görüşürlər. Çünki bu ölkənin qadınlarına əsasən qadınla kişi görüşə bilməz, bir-birini sevə bilməzlər. Yəni, əgər yalnız partiya xüsusi icazə verərsə, təyin olunmuş adamlarla onlar ailə qura bilərlər. Onlar öz görüşləri zamanı fikirləşirlər ki, yəni, bu böyük qardaş belə deyək, kultunu yaxşı olardı ki, aradan qalxsın, insanlar rahat olsunlar, istədiyi kimi hərəkət eləsinlər və bunu onlar öz fikirlərindən düşünürlər, hətta bununla mübarizə eləmək istəyirlər. Amma tamam əks olur, çox təəssüf ki, bir qısa zamandan sonra onlar həbs olunurlar. Burada bir işgəncə otağı var, xüsusi cəza otağı var, 101 nömrəli otaq. Çox maraqlı faktdır ki, əslində George Orwell'ın həyatındadır. O bir müddət redaksiyada işləyib, radioda işləyib və orada bir iclas otağı vardı, 101 nömrəli iclas otağı. Orada uzun-uzadı iclaslar keçirir, müzakirələr keçirir, yorucu iclaslar və deyilənlərə görə elə məhz həmin o 101-ci otağın, iclas otağının şərəfinə həmin o cəza otağı, işgəncə otağı deyil, 101-ci otaq adlandırılıb. İşgəncələr də insanlara görə fərqli seçilir. Yəni, hər bir insanın öz şəxsi qorxusu var, ona uyğun da qorxu seçilir. Məsələn, bizim qəhrəmanın qorxusu Siçovullara qarşıdır və orada ona otaqda Siçovullarla qəfəsdə qorxusurlar və o bu qorxudan o qədər təngə gəlir ki, hətta öz sevgilisini Julia'yla belə satır. Ümumiyyətlə, əsərdə insanların şəxsiyyətini sındırmaq, onları istədiyi nəticəni əldə etmək var. Bir növ Çingiz Aytmatovun manqurt əsəri kimi insanı bir manqurtlaşdırırlar. Burada əsas siyasət iki növdür. Yəni, birinci, böyük qardaşa sevgi, ikinci isə onun düşmənlərinə qarşı nifrət. Çox maraqlı, dediyim kimi, antisotopik bir əsərdir. Bununla bağlı filmlər çəkilib və maraqlı faktlardan biri odur ki, filmlərin biri, məsələn, 1984-cü ildə çəkilib. Düşünürəm ki, bu həftəlik bu qədər oxumağa dəyər bir kitabdır. Sizə də xoş həftə sonu günü arzulayıram. Buyurun. Təşəkkür edirik Mürşid müəllim. Mən bu belə deyək, kitabın filminin olduğunu bilmirdim. Mütləq şəkildə izləyəcəm.